Benzinde parmağı vaxtlattı bir yardımlının girişinde. Vah. Hə, fəlakət. Hə. Gəldik çıxdıq yardımlıya. Hə. Bax gəlmişik. O deyirdi, babamın burada nə bilim mənə vəsiyyət elədiyi xəzinəsi var, nə bilim küpü var, nəyi var. Gəldik çıxdıq bura. İndi gedək yerini göstər. Heç kim gəlməmiş, heç kim xəbər tutmamış. Gedək onu çıxardaq. Qulaq as, mən demişəm onu. Hə, demədim, mana Bakıdan durub bura gəlmiş. Yadıma düşdü. Ay, sağ ol. Göstər də görüm hardadır, nədir, nə deyil. Eşidirsən? Mən bu sol gözümə inanıram, sağ gözümə hələ də inanmıram ki, bu babam mənim üçün nəsə vəsiyyət edib, nəsə qoyub da. Bunu nənəm eləsəydi inanardım, amma babama inanmıram da, başa düşdün? Deməli, bu həyatda möcüzələrə inanmaq lazımdır da. Niyə deyirəm nənəmə inanardım? Çünki mənim nənəm mərd kişinin qızı olub da. Nənəm elə belə adam olmayıb. Təsəvvür elə ki, nənəm nə tər mərd olubsa, babam ölənə kimi evlənməyib. Bir kişi ilə evlənməyib. Gözləyib babam ölüb, öləndə elə bastıran günü dəfnindən sonra o molla ilə qoşulub qaçıb da. Yəni belə mərd bir kişi olub. Hə, fəlakət. Onu orada burada demə. Mana deyirsən başqa yerdə demə. Sənin baban mərd kişi olub. Elə belə kişi olub. Mənim babam nənəmin şotuna mərd kişi olub da. Mən öyle desəm, mən bilirəm da. Hə, yaxşı da, fəlakət. Sən bilmirsən, mən bilirəm. Sənin bütün nəslini hamınızı çox gözəl tanıyıram. Mənə yaxşı tanıyırsan mənim babamı. Bəli, sənin baban. O vaxtı qadınları rəqqasəliyə icazə vermirdilər, fəlakət. O vaxtı. Sənə danışıram 100 il bundan əvvəl. Qadınları rəqqasəliyə icazə vermədiyinə görə sənin baban şərqdə ilk qadın paltarı geyinib rəqqasəlik eləyən kişi olub. Elə belə kişi olmayıb. Doğrudan deyirsən. Ona görə də fəlakət. Babavın qədrini bil. Başqa yerdə ağzına gələni danışma baban haqqında. Yaxşı? Bir də ki, bütün yolu olmanı maraqlandırıb. Həmişə də vermək istəmişəm onu sənə. Bu 20 ildir bu kişi sana vəsiyyət edir. Niyə indi ayılıbsan? Hadi indi gördüm də mən. Harda gördün də bu 20 ildə o vəsiyyətnamə hardaydı? Bu evə girəndə bu qonaq otağında stol yoxdur. Stolun üstündə idi də 20 ildir. Mən nə bilim. Nətər yəni stolun üstündə? Stolun üstündə idi də 20 ildir. Onda görmürdüm ha. Yemək yerdim, ağzımı silmək istəyirdim, gördüm vəsiyyət. Başa düşdün oradan gördüm. Mən harda gördüm. Bu nətər adamdır. Bu nəysə fəlakət. Heç kim xəbər tutmamış. Gedək o xəzinəni tapaq. Gözdə telefonumuz adımı götürün mən. Maşınla gedək də nə olar? Hadi benzin qutardı da mən nə qayırım benzin. Təlyə gedək nə olar ki? Ürəklər açılır, baxsın hər yana. Bahar xoş gəlibdi Azərbaycana. Sevirəm Xəzərin qucağındakı. Ey əziz, ey gözəl, mehriban yardımlı. Mehriban yardımlı. Ha 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 ha. Yəni bir dəqiqə. Deyir, sevirəm Xəzərin qucağındakı mehriban yardımlı. Əgər bu Xəzərdirsə və Bakıda mən çimdiyimin adı nə idi? Niyə bilim? Burada nəsə bir dəqiq sir var, mən o bilmirəm də. Əsas odur ki, bir də bu fəlakətin babası bastırdığı xəzinə tapsaydım, özümü adam balası kimi yaşadardım da. Mən yetimcə, mən nənəsi ölmüş bir gün görərdim də. Gedərəm bax, kasav dönərə, bir dənə lavaş arası mayonesi böl dönər. Sonra özüm üçün bir dəqiq qəşəng, güllü çiçəkli alt paltarı. Əlimdəki püstür intihası bu dəvə yunut da yandırır mə. Sonra da canım səydisin. Arvadı vurardım qoltuğuma. Gedərdik bulvara. Bulvar. Adama bir dənə marojna. Özü tişliyə day pulumuz var. Bu yalamaqla marojnanın dadını tamını da bilmirəm. Hardan başlayayım, hayandan başlayayım? Gəldim, çıxdım bu gözəl yardımlıya. Havaya bax, nə gözəl. Gedirəm fəlakətin babası vəsiyyət eləyən xəzinəni tapıram. 1 milyonum olandan sonra gedirəm, girirəm Şirinin yanına deyirəm, Şirin, qoduq. Sən ma vermirdin bibin qızını. Kasıb oğlan idin, ma bibin qızını vermirdin. Ağzın üstündən bir dənə şapalaq qoyub pulları belə çıxardıram. Vəbcətə mənim 1 milyonum olandan sonra mən nə edirəm Şirinin o bığlı bibisi qızını? Neydə lazımdır onun bığlı bibisi qızı? Ondansa bu Türk aktrisası var, o İstanbullu gəlin. Bir dənə bal cibi var orada. Onun Instagramını tapıram. Yazıram az hesabını ma yollab sat 1 milyon tutturacağım. O da sırazıma yazır. Ne yapıyorsun yavrum? İrək şəkili zat. Qoy bir dənə o xəzinəni tapım. Partladacağım her yeri. Yaxşı ki yatdım ala. Dincəldim özüm üçün.
Hələ, yenə kim deyə bu ye? Hə, müqabil. Atam, mənim sənə pul borcum yoxdur. Dedim, verəcəm də, nə olub, Ana, 5 dənə yaxşı oğlanın yanında oturub. Mən sənə demədim ki, pulu qaytaracağım. Olsun 4 dənə, hə, özümü çıxıram. Ayso, kişi kimi kəlmə mən kəsmədim səninlə ki, pulu verməsəm, arvad paltarı giyinib Targovda gəzəcəm. Dedim, demədim. İndi bir ay keçib də bildim də. Gör nə deyirəm, sən mənə biraz da vaxt ver. Pulu qaytaranməsəm, paltarı özün almayacaq. Al giyinəcəyəm. İkız. İksel, razmeyl. Ata neyini ye? Ha, davay. Gör nə deyirəm. Bu bağın ütsək ədalət var, ona salamdan məndən. Yaxşı atam, davay, davay. Yox, bu şirin xeyri yox deyəsən. Fəlakətdən bu küpanı alıb gedib borcunu qaytarmalısan. Alvat paltar nədir? Ayıbdır, la. Durma, alvat paltar giyinərəm. Nə derlər, ora səmkirdir. Hə, yardımlı gizlət. Ay Şami, siz nə qalmışsınız burada? Heç nə gizlət ona gizlət. Nədə o? Heç saat çöşür. Sənə verim şöşü gizlət. Yaxşı. Heç saat fəlakətlə çıxmışıq bu. Anekdot danışmışam, ölüm gülməkdən. Ondan başqa çıxmışıq bu yardımlının təbiətini gəzirik. Dedim bir gələk bir şəlanəni göstərim sənə, sonra dağları göstərim, bir yaşıllıqları, bu gözəllikləri görək, fəlakət. Bunları görmədən ölmək günahdır, günah. Sən nə yaxşı Ayşə ki bu külüklə zadla yardımlının bu meşələrində nə yaxşı? Şami, mən də elə evdə ballaca remont eləyirəm. Dedim elə hamamda vannanın qırağına bir çay daşından dizayn verəm. Elə gəldim, burada yardımlıda qəşək çay daşları var. Ondan girif doldurub maşına aparıb evdə. Başqa yerdə yoxdur o daşlardan, ancaq buradadır. Buranın daşı başqadır. İnandıq. Təsadüfə bax. Şöşü, qurban olun bağışda. Şəmi ilə bir dənə şəxsi söhbətim var. Onu bir dənə həll eləyim, sonra söhbət eləyək. Eləyim. Şəmi, bu dodağı şişirtmək məsələsinə gələndə... Buna gələn Şöşüyə görə dedim, ha bir dənə... Hadi aralı dur, dana görə kişi nədir? Bəlkə nəsə şəxsidir. Şöşüyə görə dedim, ha o dodaq söhbətini birdən ağlığa batar, gedib şişirdərsən biyavr olarıq, ha. Bir dəqiqə elə qaça gedirdim. Sənin canında var da, mən tutmuşam. Ağzının dibindən qoyacan bir dəqiqə. Gəl də, sakin. Gic-gic danışırsan. Eşdirsən Şöşü, Nədə? bu... Bir dəqiqə deyən qurban ol. Amma elə gəlir ki, bu Şöşü bizdən şübhələnir. Hə, yaxşına hara şübhələnir. Mən də qurdam axı. Saat Qayqan ona bir dənə kreativ sual verib, onu tovlayacaq. Yaxşı oğlandır, yaxşı oğlan. Ona görə o dodağa qabağa vermək biraz düşər-düşməzi var da. Düzdür. Şöşü, eşdirsən qurban olum. Nə uzadıram, səncə mənim əlimdəki nədir? Biraz da coğrafiyaya yaxın şeydir. Elə də uzadırsınız ki, sənin əlindəki xəritədə fəlakətin babasının xəzinəsini axtarmağa gedirsiniz. Nətər bax da, bunda olan savada bax, hə? Sən bu savadla, bu istedadla niyə gedib bu yayda evlərdə kondisionerə qaz vurmursan? Gül kimi istedadın var sənin. Deyən görüm, qaz. Deyən görüm, Şöşü. Sən nə yaxşı, sən hardan bilirsən bizdə xəritə var, ha? Səhərdən özünüzü elə şübhələ aparırsınız ki, adam başa düşür. Gəl buraya, sən qardaşsan, sən qardaşsan, ay Şöşü. Səhərdən qazmışam. Mən olmuş, mən qardaş söylə. Mən nə idim bə? Bılış. Deyirəm adamın bu qədər buluş olar. Xoşbəxt olar. Bılış. Bak. Ay yazıqlar. Yiyin bılışlar, yiyin. De. Qılay, Buyur. Ay Şirin, nətərdir? sən nə edirsən la burada? Sən bilirsən ki, mən uzman adamam. Özə bu yaxınlarda mən uşağa kimi işləyirəm axı. Nə deyirlər o? Pediatr. Ay sağ ol, pediatr. Mənim də bilirsən ki, 2 gündən bir kitabım işıq üzü görür. Bu yaxınlarda mənim kitabım işıq üzü görəcək. Yardımda da onun qəşəng qala gecəsini eləyirəm. Kitabıma bax, təzə çıxıb, bax. 12 yaşına da uşaqlar ana südü içməlidir. 12 yaş? Bəli. Sən xəstəsən? Nühün? 12 yaşında uşaq. Ana südü içə? Ay yazıq. Mən özüm 16 yaşına kimi ana südü içmişəm. Buyur, axırda mənə atam döyə ayırdı ana südünü. Ala yəni bəs bu qurban olmuş şəkili burada nə edir? Nətər neyir? Bunu düşküm sonra. Bir də mənim sifətimə bax. Bax, bu şəkili kim alar? Bax, bu şəkil bax burada olsa, bu sifət kim alar o? Qurban moddadır deyə bu şəklini vurmuşam da. Buyur. Məndə yaraşıq var. Mən sən xeyir ola beyanlarda? Mən bilmirsən qılay. Nədir o? Mənim bu yardımlıda hörmətim başqadır axı. Mən səni tanıyıram da. Yəni burada mənim söhbətlərim olub, o vaxtlarda özün bilirsən nə var, nə yox. Heç yadımdan çıxmaz.
Bir gün gəlmişəm söhbətə. Gəl. Mən tək, bunlar 20 nəfər. Uy. Dayanmışam bunlarla üzbəüz. Aha. Biri sağa baxdım, biri sola baxdım, dedim ay Şirin. Bu həyata bir dəfə gəlmisən, bir dəfə də gələcəksən. Heç nədən qorxma. Çıxartdım cibimdən bıçağı. Düz bulanın üstünə. Hə. Dedim ala toxuvuz satır gəlin. Aha. Gəlin sonra mən özüm doğrayacağam. Gəl. Hələ doğrayacağam dedim bunlar qorxdular. Hə, bunlar mənə yalvar, yaxar, o yan bura, etmə, eləmə. Yəni belə də bir söhbətlərim olub da mənim. Hə. Sən bilirsən ki mən bu təbiətdə xoşlayıram axı. Hə. Mahnı bəstəliyim. Uy. Hə. Nə var? Sən bilirsən ki, mənim özümün də bu musiqidən başım çıxır da. Mən 12 il zurna sinifinə getmişəm. Zurna, hə, Zurna. hə, hə. İntihası bilmirəm o materialı nə idisə, ağzıma vuran kimi sifətim səpir. Taxta. Taxta düşmür də, mən Düşmür, düşmür. nə baxıram, Nə ağız düşmür? olub da. Hansı mahnıları bəstələmək istəyirsən ki? Baxırdan indi bu indeski, ha bu ritmik də bu. Ne var? Çoktan da sen oynamır. Gel de oynayalım. Oynayaq. Diri biri diri diri biri diri biri diri biri diri biri. Şeyşi, hər şeyi bildim mən. Sən hardan bildin ki, biz gəlmişik bu Tupoyun babasının xəzinəsini tapmağa? Bu Tupoy Hə. xəritənin şəklini mənə WhatsApp-da yollayıb ki, Aha. bunu Şəmiyə WhatsApp-da yolla. Hə. Nömrəsi məndə yoxdur. Mən də oradan tutdum ki. İki ayaqlı qoyun, səndən danışırıq. Hə, hə, Sən mənim nömrəmi bilmirsən, buna WhatsApp-da xəritən şəklini göndərirsən, ha? İki ayaqlı qoyun deyəndə nə olar ki? İki ayaqlı olur da qoyun. Nətər Sən adam be? iki başlı qoyun görməmisən, ha, deyəm bir dəqiqə. Eşitsiz? Hə. Gəlin qaqa, sizə bir anekdot danışsın. Ölün gülməkdən. Hə, anekdot yeridir, hə. Siverci tragikomediyaydı. Başa düşdün nətədir? Hə, lazımdır, fəlakət, lazımdır. Nətər lazımdır? Deyirəm lazımdır, Naz danışın da. gələyəcək, qoy danışsın. Mən niyə səbirləşdirsən? Mən sənə deyirəm Danış. lazımdır, deməli danışmaq lazımdır. Danış, danış. Hə, qanımı qaraldırır. Eşitsiz? Hə. Deməli, bir gün bir kişi olur, Aha. çox imkanlı olur da. Başa düşdün, bütün əslə bu baxır, hamıya xeyirxahlıq eləyir. Bir gün bu kişi elə bir qrijası tutur, bunu Aha. aparırlar göz həkiminə. Hadi, hə. Gülməyə də hə, qrijası tutub göz həkiminə Oo, o aparır. qədər Siz də danışmayın, bəsdir bırakın. Yox, danış, danış. Hə. Sonra həkim deyir ki, olsun sözüm onda deyil, səhv gətirmisiniz. Aparırlar bunu həkimə, bu qrij həkiminə. Aha. Bu həkim də yaxşı həkim olmur da, başa düşdün. Bunun qrijasını vuranda partladır, qanadır. Aha. İkidən qan atılır və həkim çıxır koridora deyir ki, ay aman, bəs 4+ kan lazımdır buna, tez ölür. Vay, Bu vay. 4+ kan da çətin tapılan qandır axı. Bunun oğlu da koridorda olur. Başlayır bütün Balinsiya səsküy salmağa ki, qurban olum atam ölür mənə 4+ kan. Qurban olum 4+dür səndə qan. Axtarır bütün xəstəxananın zadı həyətin qurban olum 4+ kan. Birdən həkim 4-cü mərtəbədən buna deyir ki, qalx da 4-cü mərtəbəyə atan ölüb, qan lazımdır. Vay, Bu da vay. qaça-qaça qalxır atasını yanına ki, qurban olum, gör mən hələ nətər oğlan ki, sahib gələ 4+ kan tapan, mən yıxılır öz atası. Bunun harası gülməlidir, fəlakət maskimizi xarab edirsən sən. Gülməli dət boy, bu oğlu 4+ kan axtarmır bütün xəstəxanada. Hə. Öləndən sonra yadına düşür ki, sən demə bu oğlu da 4+'müş. Fəlakət, səni mən lişni. Söz başa düşdüm, yəni elə də gülməli deyil, başa düşdüm. Çıxar da. Sən bunu o cür danışdılar, özümə Evet, gülməli. güzel görün Şəmi. Belə ki. Qəlbim sənin eşqinlə yanıb şəm kimi bəssən. Pervanın olmuşam. Eşküm beni eləyib dəli sərsəm kimi bəssən. Divanən olmuşam, Pervanın olmuşam. divanən olmuşam. Pervanın olmuşam. Diridim dim diridim dim diridim dim. Ara dimdi olmuşam. Ada difti olmuşam. Dim dim didim dim didim Hadi yana bir dakika. Nədir o? Gəl bura la. Gəl ol gəl. Nə oldu la? Nədir o? Oxuma belə lazım oxuma. Hala qardaş kimi bir-birimizə gözəl sözlər deyirdik. Nə var ki Nə burada? gözəl sözlər. Mən Musayam desən təranə, sən duet oxuyuruq. Əlim tərlədi, nə bilim pərvanəyəm. Mən eşqinə düşmüşəm, nə olmuşam? Lazımdır belə söhbətlər. Düşmüşəm sənin atmosferə gəlirəm mən də. Şirin qulaq as. Şaşırırsan məni. Bəs ki biz bayaqdan bir-birimizə qardaş kimi gözəl sözlər deyirik. Hə. Gəl mən sənə bir sürün üstünü açım. Qulaq ver gətir. Fəlakət səhər mənə yığıb dedi ki, mənə yol pulu ver, gedirəm yardımlıya babamın xəzinəsini tapmağa. Mən də ona görə gəlmişəm də. Deməməcə. Deməməcəm, Bəs sən hardan bildin? Ana mənə səhər zəng elədi ki, Şəmi ilə yerəm yardımlıya. Buyur, buyur. Xəzinəni götürməyə babamın. Aha. Deyir sənin də yaxşı arvadlığın var. Evdə isə yemək zapşiri. Çıx yola sən də gəl. Doğrudan. Ona mən Nə var? Elə onda elə gəl gedək ikimiz xəzinəni tapaq, hə? Özümüz bölüşdürək də. Yolda da qəşəng qardaş kimi Pərvizin ahı gözlü mahnısını oxuyarıq. Ana bu söhbəti bağladıq da bu dueti Alay də. eşqim məni eləyib dəli sərsəm kimi bəssən. Qaz, şöşü qaz bura olmalıdır, qaz. Qaz görək. Görsən Şəmi, görsən? Gör. Kimin belə hörmətli babası var? Var sənin, yoxdur. Hani baban nə qoydu sənə? Ölüb çıxıb gedir. Can, Gör mənim babam nə tər hörmətli babadır ha. Fəlakət. Hə, eşidirsən? Hə. Mənim babam
hamı tanıyıb ha. Mənim babama elə hörmət olub. Təkdə Stalin o vaxtı mənim babamın başına 1 milyon pul qoymuşdu ki, o satqının ya ölüsün, ya dirisin, tutun gətirin. Tutan mənim ki. Mənim babam hörmətli. Fəlakət. Qoy bu küpü tapaq. Birinci işim Aha. gedib sənin babanın qəbrinə bir baş daşı qoydurmaq olacaq. Mən o kişinin qəbrini ziyarət edəcəm. Yox, lazım deyil. Mənim babam vəsiyyət eləmişdi ki, məni adıma layiq bastırın, başa düşdünüz? Ona görə o baş daşı qoymadı. Ona görə, narahat olma. Ay kökü saxla! Saxla, tapıldı! Saxla. Gəl də, day, gəl də. Bu təzə yumurtlamağa hazırlaşan toyuqlar kimi. Ayaqları var yerə gəlirsən. Normal gəl dalı da, tez ol da. Ay Şirin, yumurtamağa hazırlaşmıram Bu sezonla bağlı bu işçilərlə belə interesli pişməz olmuş. Buyur. Bişməcə. Nədir o? Həkim adamsan. Sən bir dənə bu bişməcəyə qarşı bir çarə tapa bilmirsən? Ama ben həkiməm, Məni iti qoğlayan kimi qoğlayıblar en üstdən. Buyur. Mən onların interesine gəlib həkim olmuşam. Sənə o diplom verən var ha, diplom verən. O ıqdırda oxumuşam, həkimliyinə uzman. Bəli. Onu mən nə deyim elə? Sən canın üçün mənim diplomum da var, yadım da var. Mənim müəllimim var idi, Dursun olacaq. Yan bir də o ayığım, pişməzəyin əlazın o bilər. Gözlə, Dursun. Ya. Alo. Dursun Hoca nasılsınız? Kılıman. Hangi? O mənə deyirdi, ne səndən eşek də olamaz. Hemen Kılıman. İndi uzmanam hemen. Yazıq. Kulaq as Dursun Hoca. Belə interesli pişməci olmuşam. Ne vursam keçer. Oldu ben de öpürüm. Salam söylüyorsun evde abiciklere. Gördün? Ha, ne dedi? Savatlı adam. Uzman başka şeydi. Dedi elu at, şalvarın dalın biraz zır. O sana deyim, eşek. Bıy, səhərinə bax. Ha, keçdi, pişmədən keçdi, getdi. Dursun düz deyim sənə, eşek də olmayacaq sənə. Yan biraz da cırım. Bıy, tayından söküldü ki şalvarı. Gəl də. Fəlakət. Bax, sənin babana halal olsun. Halal tamam. gözlə, şökü gözlə. Sənin babana halal olsun. Sağ ol, Sözüm sağ ol. düzü, mən Bakıdan çıxanda bu söhbətə inanmırdım. Hə. Amma ki, bax, sənin baban kişi kimi dedi sözünü də üstə durdu. Olmaz ki, mənim babam elə belə kişi olmayıb, sözünün üstündə duran kişi olub ha. Yəni o vaxt mənim babam nənəmə bir dəfə söz verdi ki, səni alacağam kişi kimi. Ondan sonra bütün kənd gəldi ki, qurban olum onu alma, kaset göstərdilər, video göstərdilər. Qardaşları gəldi Moskvadan ki, onu alsan sənin nəsildən siləcəyik. Nədir babam kişi kimi söz vermişdi o nənəmə. Onu aldı. Yəni mənim babam belə kişidir. Sağ olsun. Fəlakət. Tupoy gedə. Sənə bayaq da dedim ki, bu söhbətləri, ailə daxili olan söhbətləri qıraqda, buzaqda, başqalarının yanında eləmə. Yox, bu hamı bilsin də, hamı Yox, bilsin. öz aramızda eləyirsən bəxsiz. Qıraq adamlar çıxma. Şökür. Bax, hər dəfə nəsə tapanda mənim cibimdə neçə ildir qalıb bir dua var, tapıntı duası. Mən nəyisə hər dəfə tapanda o duanı oxuyuram ki, bir xeyriyyə calansın da, başa düşürsən kökü. Ona görə də, bax, indi bu dəqiqə biz bu küpü tapdıq. Xahiş edirəm, bu duanı uca səslə oxu, hamı eşitsin. Çox xahiş edirəm. Tapıntı dua. Gic danışma, dua açılıb burada. Oxu. İnternetdə kişini görmüşdüm, belə Sakit deyirdim. dur. Ləxt olmuş ikən qəmzə difrəşini çəkib. Çarəsiz olmadı bir gün məni gəlib fərsayə. Yaxacaq edənin başmaq kimi salır ayağa. Ey Füzuli, bax onun etdiyi istixanəyə. Ey Füzuli, ay Şəmi, bu Füzulinin qəzəlidir, bu duvazatdır. Ay Qatır ora. Şəmi! Həmən o duanı oxu. Şəmi! Benzin tarmağa vaxt tapdı. Bu nədir? Bugün bəxtim gətirmir. Bütün maşınların benzinləri tutar. Qırmam. Nədir o? Deyirəm yadında bir dəfə sizdə o balıq dolması yedim. Dolma balıq. Ondan eləyəmirəm də. O biz tərəf verirlər ancaq. Gəl ondan sən məməm düzəsin gidə. Qulaq as, onun içini doldurdun. İçine altasın Koydum. pomidorun yadın vurdun. Düşdün marlıya. Qazanın içine bir daş koydun. Bu da koydun daşa o parda pişir. Parda pişir o. Be o sen o ne bil. Aa, mən də yağı doldururam tavaya. Hə. O buz eləyirəm. Hə. Sonra üstə sən buzu istiyor. Buyur, ya. Şəmi, hara qaçsan? Olmaya sən əlindəki
fəlakətin babasının bastırdığı kündür. Yox, heç olmaz. Hə. Nə danışırsınız siz? Maşın qaynadıb burada. Hə. Yolun ortasına qalıb. Hə. Gelin görün buralıqda harda krampdan zatdan, bulaqdan zatdan nə var görün. Gəl, gəl. Şirin, mən bu bilmir, getdir. Qıvıryan Getdi. Şəmi, Hə. bu masaj salonlarında çəkilən kamera görüb qaçan müdürlər kimi Hə. nə özü qorxuya salınmısan? Hə. Hara gedirsən? Hə? Şirin. Küpsən də? Sizdən qorxacam mən. Tapdın küpü. Hə, sizdən qorxacam. Şirin, sana deyirəm ki, burada maşın qaynadıb, gedirəm bu küpə su doldurum. Başa düşdün? Şəmi, sən nə alçaq adamsan ha? Şirin də sarı simindən vurarlar ha? Mənə inanmırlar bunlar. Şəmi, Mənə, hə. ağlın şirinə getməsin ha. Mən atdan qalın geymişəm, hələ qış paltarımdan çıxmamışam. Vay Kılman. Bu iş o şey. Vay duyan görme ha. Sen ne gelsen burada? Vay. Nedir o? Bu Şəminin bizden uğurladığı küp değil. Yok. Felaketin dedesinin mızılları. Yok yok yok. Bunun içinde şeydi, ilandı. Atmışam içine böyüsün, zəhərindən dərman düzəldi. Gözlə, Çoşu bir də gözlə. Çoşu mənə yaxın gəlmə, məndən təri gəlir. Senden teriyinden sonra gelecek Kılman. Hara kaçırsan ha? Ha, qulaq as Çoşu. Hə. Mənim üstümə cumma ha. Sən elə bilmə, mən Iğdırda ancaq hələ həkimli yoxmuşam. Mən Altıbazar karateye gedirdim Iğdırda. Yadından çıkartma ki. Sen yardımlıdasan. Benim burada Hamlet kimi, Nadir kimi, Şamil kimi dostlarım var. Qulaq as. Hamlet hansı Hamlet? O yiğibitan Hamlet. Hə. Hala o mənim uşaqlıq dostumdur. Nə danışsan sən? Adam şuya bu. Sən öləsən karate öz işini göstərəcək ha. Oz. Os dostum dostum. Buna dəxli yoktu ha. Os. Gözlə. Felaket. Vay sen küpeye göre benim tepemden ağaçla vurursan ha. Vay felaket o ağaç benim elime keçse Hə. ben bilirim ne yiyeceğim. Ağacı senin üstünde yoxa çıxardacağım ha. Hə. Ne de? Şöşü gədə. Bu nədir? Elə bilsən küpə görə vururam səni. Ya neye göre? Hə, yekə kişisən. Bu yaşında çıxmısan. Yolun qırağında maşını əl eləyirsən sən? Ay, nə maşını? Heç olmasa belə xasiyyətin var. Çıxmını gecə elə də, günün gün orta çağı cəmaat görmür. Ay! Seyini xarab edəcəm məni. Hə? Öldü görsən. Ürəyə bax, sən ürəyə bax, mən də sizi axtarıram. Gəlin görün bura. Görün, kimin babası belə kişi olub, kimin babası kimə sərvət qoyub. Sizin babanız nə qarı belə quru-quru ölüb. Nə qoyub sizə heç də, görsən. Ay, bu ne de? Hani ha kızım? Ay Kılman, Nedir o? sen Iğdır Tip Kolejini okumuş adamsın. Bəli. Oku gör bu kağıza ne Gelme, yazılır ha? Bunun gelme. içinde hani ha kızım? Şemi. Ay Çoşu, sən başıma dönüm. Mən Iğdırda həkimli yoxmuşam. Yazı pozu oxumamışam ki. Bir dəqiqə deyən görüm, bir dəqiqə deyən görüm o kişi. Saxla bunu. Bunun nə qızılı var, nə xəzinəsi var. Bu nə də fəlakət. Oxu da gör Mən nə görüm o yazıb. Tifoyun babası nə yazıb? Fəlakətə babasından vəsiyyət. Fəlakət, əgər sənin gözün bu dünyanın malında yoxdursa, deməli sən dünyanın ən zəngin adamısan. Gördün? Bu nə də? Gördün? Bu nə? Babamdakı yüksəlişə bax sən. Yəni deyir ki, dünya malında gözün yoxdursa, ən varlı adam sənsən. Bu gündən mənim dünya gözündə varım yox. Hamısını götürün sizin olsun. Deyən görüm. Bura gəl, bura gəl. Bura gel. Nə olur be? Gedək o babanın. Vişni, aha. Yo. Diş nə olsun? Babanın sən qəbrini göstərmə. Denən yığım da, yığım da. Onu qəbirdən çıxardıb iki kəlmə söyləyəcəyik vəssalam. Denən mən deyərəm, niyə yaşayırsan? Biz buna bu boyda kişilər bu kağızsın. Bakıdan bura Mənim gəldin. babamı Stalin tapmayıb, sən hardan taparsan? Gedək, gedək.